Salamlayıram sizi müəllimlər. Sertifikasiya müsahibə 2026 izahlarımız davam edir. MİQ müsahibə üçün də effektiv olan izahlarımızı təqdim edirik. Və bildirim sizə ki, hazırlıqlarımız davam edir fərdi şəkildə, qrup şəklində, kollektiv şəkildə və həmçinin də münasib qiymətlərlə təşkil edilir ki, bu hər biriniz üçün uyğun olsun. Bütün materiallarla təmin edilirsiniz və həmçinin də PDF-ləri, videoları alıb özünüz də hazırlaşa bilərsiniz. Yenə də münasib qiymət təşkil etmişik ki, hər kəs bundan yararlana bilsin. Çünki bizim üçün qazancdan da önəmli sizin uğurunuzdur. Ətraflı məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçirik izahlarımıza. Mənə çox saylı suallar yazıldı ki, müəllimə, zəhmət olmasa psixoloji suallar da versəz nə gözəl olar. Tamam, mən metodikanı önəmli götürürəm. Nəyə görə? Çünki metodik suallar çətinlik yaradır. Psixoloji sualları düşünürəm ki, bizim müəllimlər o qədər təcrübəyə sahibdirlər ki, onlar zaten bunun cavabını tapa biləcəklər. Lakin gərək bu dəfə izahımızı elə psixoloji suallar üzrə təşkil edək, həm də metodika ilə əlaqələndirək. Məsələn, belə bir suallar verilir. Ən çox verilən suallardan biri mutizm nədir? Hiperaktiv uşaqlar necə uşaqlardır və həmin uşaqlarla necə davranırsınız? Down sindromu olanlar, autizm sindromu olan uşaqlarla necə davranarsınız? Onlar üçün təlimi necə təşkil edərsiniz? Gəlin indi bunlar haqqında danışaq. Və ən əsası verilən suallardan biri də budur ki, bullyingin baş verməməsi üçün nə edirsiniz? Və yaxud da bullying baş verdikdə nə edirsiniz? Birinci başlayaq elə mutizmlə. Şagirdin danışa bildiyi halda danışmaqdan imtina etməsidir. Bu iki cür halda baş verir. Ümumiyyətlə heç kimlə danışmır, total mutizm və selektiv mutizm. Selektiv mutizm o deməkdir ki, bir neçə şəxslə danışa bilər. Yəni seçilmiş şəxslərlə. Və burada bir məqam ortaya çıxır. Mutizm nədən yaranır? Nədən yarandığını bilməliyik ki, onu çözüb aradan da götürə bilək. Yəni korreksiya edə bilək. Mutizm şagirdin fikirlərini önəmsəməməkdən irəli gəlir. Həm valideyn, həm müəllim onun fikirlərini dinləmirsə, verdiyi cavabları daim səhv hesab edirsə, sən səhv cavab verdin, yenə də səhv cavab verəcəksən. Xeyr, o deyil. Ona həvəsdən salıcı bir cavablar veririksə, bu zaman şagird deyir ki, zaten mən sualların cavabını səhv deyirəm. Niyə cavab verim ki? Onsuz da mən bilmirəm. Və getdikcə mutizm yaranır. Dərsdə cavab verməyə utanır, çəkinir. Deyir ki, mən cavab versəm də səhv cavab verəcəm. Artıq səhv cavablarımla ola bilər ki, yoldaşlarım da mənə gülsün və buna görə də mutizm yaşaya bilər. Ailədə də mutizm yaradan müəyyən məqamlar var. Hansı ki, valideynlər öz övladlarının fikirlərini dinləmir, onların fikirlərinə önəm vermir, fikirlərini dəyərləndirmir, onlara seçim ixtiyarı vermir və ən əsası da övladlarını dinləyərkən onları diqqətlə dinləyib, onların öz fikirlərini almır, öz münasibətlərini bildirmələrinə şərait yaratmır. Və bu da getdikcə mutizmə gətirib çıxarır. Bəli, elə hallar var ki, mutizm travmalardan da yaranır. Lakin bu münaqişəli ailələrdir, boşanma məqamında olan ailələrdir və yaxud uşaqlıqda müəyyən keçirdiyi fobiya, qorxulardan əmələ gələ bilər ki, biz bunları nəzərə almırıq. Keçid alırıq digər sualımıza. Hiperaktiv şagirdlər. Hiperaktiv şagirdləri biraz müəllimlərimiz qarışdırırlar. Hiperaktiv şagird pis, tənbəl, oxumayan şagird deyil. Bizim oxuyan şagirdlərimiz də hiperaktiv ola bilər. Yadda saxlayın ki, müəllimlər, hiperaktiv şagirdlər hərəkətli şagirdlərdir. Hədsiz dərəcədə hərəkətlidir, bol enerjilidir. Əgər biz onları nəzarət altına ala bilsək, düzgün istiqamətləndirsək, düzgün fəaliyyətlərini qurmasına şərait yarada bilsək, onlar çox gözəl məqsədlərinə çata bilərlər. Bunun üçün də həmin uşaqları biz nə deyirik? Deyirik, bədən kinestetik intellektə də aiddir bu şagirdlər. Nəyə görə daim hərəkətdədir, əl, qol, bədən hərəkətdədir, əzəllər hərəkətdədir, özü etmək istəyir. Məsələn, deyirik ki, vərəqləri sən payla. Daha sonra vərəqləri şagirdlərdən, yəni yoldaşlarından sən yığ. Lövhəmizi sil zəhmət olmasa və yaxud da müəyyən hərəkətlə bağlı olan işləri ona tapşırırıq. Bu zaman o həm öyrənmiş olur, həmçində dərsə marağı artacaq. Biz nəzərə almalıyıq ki, şagirdlər müxtəlif xüsusiyyətlərə
malik ola bilər. Hətta inklüzivliyi də nəzərə alaraq deyirik ki, şagirdlər müxtəlif sindromlara sahib ola bilər ki, biz onların hər biri üçün təhsili əlçatan etməliyik. Hiperaktiv şagirdlərlə davranarkən biz onların fəaliyyətində hərəkətli şəkildə qurmalıyıq və çalışmalıyıq ki, onlar sadəcə hərəkətdə olmasın, hərəkətdə olaraq öyrənsinlər. Məsələn, hərəkətdə olan şagirdlərimiz üçün də müxtəlif iş üsulları var. İş üsullarını tətbiq eləsək, həm digər şagirdlər bunu öyrənmiş olacaq, onlar üçün maraqlı olacaq, həm də hiperaktiv şagirdlərimiz üçün. Buna da misal olaraq, məsələn, sinif küncləri var. Sual-cavab etdikcə sinif künclərinə ayrılırlar. Razıyam, razı deyiləm, əmin deyiləm və s. bir çox iş üsullarımız var ki, buna ayrıca bir izah çəkəcəm sizə. Keçid alırıq digər məqama. Autist uşaqlar. Autizm sindromu olan uşaqlarla biz hədsiz dərəcədə gülümsəyərək davranmamalıyıq. Bu, onların aqressiyasına səbəb olar. Çalışırıq ki, ciddi şəkildə diqqətimiz onlarda olsun. Onlarla təmas qurmadan autizm sindromu olan uşaqlar, belə deyək, təması sevmirlər. Təmas onları qıcıqlandıra bilər, aqressiyanı oyada bilər, narahatlıq yarada bilər. Ön partada əyləşdiririk, diqqətimiz onlarda olur, göz kontaktı qururuq daim və çalışırıq ki, həmin şagirdləri daim dərs boyu nəzarət altında saxlayaq. Və ən əsas məqam da budur ki, həmin şagirdləri yormadan bunu etməliyik. Autizm sindromu olan şagirdlər yorulmağa daha çox meyillidirlər, çünki onlar anidən bezə bilərlər, yorula bilərlər. Onların beyin prosesi biraz ləhq gedir. Keçid alırıq Down sindromu. Down sindromlu şagirdlər isə təması sevirlər. Pozitivliyi sevirlər. Onlara gülümsəyəndə onlar daha həvəslə öyrənirlər. Və həmçində həmin şagirdlərin münasibətlərini qurmaqda onlara kömək eləməli ki, onlar yoldaşları ilə düzgün münasibət qura bilsin. Yoldaşları ilə birgə işləyə bilsin. Yoldaşları ilə birgə fikirlərini bölüşə bilsin. Və hər zaman onlara o təmas, əgər sevirlərsə, əlimizi çiyninə qoya bilərik. Əlinin üstünə əlimizi qoya bilərik müəyyən bir yaş həddinə qədər ki, onların sakitliyini və rahatlığını, özlərini güvəndə hiss eləmələrinə şərait yaradaq. Keçid alırıq digər sualımıza. Digər sualımız oldu bizim. Biz bayaqlar dedik bullying. Bullying baş verməsin deyə nə edirsiniz? Bullying baş verməsin deyə biz sinifdə şagirdlərimizin münasibətlərini düzgün tənzimləməliyik. Sinifdə dəstəkləyici mühitə riayət edərək sağlam psixoloji mühit qurmalıyıq. Sinifdə düzgün şəkildə dəyərlər formalaşdırılmalıdır. Sinifdə ünsiyyətin düzgün qurulması üçün müəllim daim çalışmalıdır. Müəllim özü birinci buna rol model olmalıdır ki, şagirdlərimiz də düzgün münasibət, ünsiyyət quraraq bullyinqa məruz qalmasınlar və yaxud bullying törətməsinlər. Buzqıran strategiyası deyirik. Müəllim, şagird arasında olan münasibətləri, güvəni, inamı, etibarı və qarşılıqlı hörməti tənzimləyən bir strategiyadır. Həm bir-birinin fikirlərinə hörmətlə yanaşırlar, bir-birinin fikirlərinə əsasən rəy bildirirlər, bir-birinin düşüncələrini eşitmiş olurlar, öz münasibətlərini bildirirlər, eyni seçimlər edirlər. Bunlar hansısa bir ayrıca bir dərsdə baş vermir. Elə mövzu daxilində müəllim elə bir iş üsulu, elə bir belə deyim, oyun şəklində qurur ki, şagirdlər həm mövzunu mənimsəyirlər, həm təlim məqsədinə çatırlar, həm də münasibətlərini düzgün qura bilirlər. Məsələn, biologiya fənnində qızlara biz bildiririk ki, məsələn, zambaq-kimilər fəsiləsini keçirik. Zambaq-kimilər fəsiləsinə aid olan bitkilərdən özünüz seçim edin, onların hər biri haqqında məlumat toplayın, araşdırın və gəlib onlar haqqında danışacaqsınız. Siz hansı gülsüz, sizə necə belə deyim, davranmalıyıq, sizin hansı xüsusiyyətləriniz var. Oğlanları isə ayırırıq ki, həmin güllərə necə qulluq etmək lazımdır, həmin güllər hansı ərazilərdə daha çox olurlar, həmin güllər hansı mühiti sevirlər deyə araşdırın, gəlin. Və həmin yoldaşları ilə onlar öz fikirlərini bölüşəndə biz artıq başa düşürük ki, onlar arasında ünsiyyət yarandı, həm mövzunu mənimsədilər, həm birgə öyrəndilər, həm də yoldaş qiymətləndirməsi belə burada etmək olar, reallaşdırmaq olar. Bullyingi müəyyən edərkən bullini çox sıxmaq, incitmək,
ona aqressiya ilə davranmaq olmaz. Çünki o da bir şagirddir, müəyyən travmalardan yararlanaraq da bunu edə bilər, psixoloji vəziyyəti yerində olmayıb da bunu edə bilər. Onu anlayışla qarşılayırıq. Sadəcə olaraq öz fikrimizi bildirərək Bulliyə başa salırıq ki, bir daha belə bir hallar baş verməsin, sən bunu nədən ötürü etmisən, səni bunu etməyə vadar edən nədir, sənə bunu etsəydilər, sən özünü necə hiss edərdin, fərdi şəkildə söhbət edirik. Bullyinqə məruz qalan şagirdlə də söhbətimizi aparırıq. Nə üçün belə oldu? Nəyə görə belə oldu? Öncədən də mi belə idi? Səncə, niyə o sənə qarşı belə edib? Ayrı-ayrılıqda fərdi danışıb suallarımızı verdikdən sonra onların ikisi ilə birlikdə də danışaraq münasibətləri bərpa edirik, ünsiyyəti bərpa edirik və çalışırıq ki, heç belə bir hal baş verməsin ki, biz sonradan bully ilə və yaxud məruz qalanla söhbət aparmalı olaq. Çalışırıq şagirdlərimiz arasında hörmət, əməkdaşlıq, ünsiyyət, empatiya, özünü başqasının yerinə qoyub, onun halın, vəziyyətin anlamaqdır empatiya. Və həmçinin də şagirdlərimizdə formalaşdırırıq ki, insanlar bir-birinə necə davranmalıdır, real həyatı bacarıqlarla bərabər insanda sosial bacarıqlar da olmalıdır. Biz çalışmalıyıq ki, öz yoldaşlarımıza bir şey etməmişdən öncə onu düşünək. Mənə bunu etsəydilər, mən necə olardım? Münasibətləri düzgün idarə edək, güzəştə gedə bilək. Peşmançılıq yarada bilək ki, bəlkə mən bu sözü demişəm deyə olub. Gərək mən də bunu etməyəydim. Deməli, biz şagirdlərimizdə düzgün ünsiyyət formalarını, düzgün münasibət qurma qaydalarını formalaşdırsaq, birinci bu qaydalara özümüz riayət eləsək, sözsüz ki, belə bir hallarla qarşılaşmayacağıq. Hər birinizə uğurlar arzulayıram. Kanalımıza abunə olun, paylaşın, bəyənin, rəylərinizi yaza bilərsiniz şərhlərdə. Və həmçinin də bildirim sizə ki, əgər bizimlə hazırlaşmaq istəyən müəllimlərimiz varsa, bu barədə biraz tələssinlər. Çünki aksiyaların vaxtları çox qısa müddətlər qoyulur. Və hər bir aksiya özünə görə müəyyən bir xüsusiyyəti daşıyır. Kollektivi ilə gələn müəllimlərimiz ayrıca bir endirimdir. Digər qrup müəllimləri ayrıcadır və fərdi olaraq da aksiyalarımız yenidən davam edir. Çalışın, vaxtında hazırlaşın ki, müəllimlər sonradan peşmançılıq olmasın. Bu, sadəcə biz təlimçiyik deyə sizə məsləhət görmürük. Ola bilər ki, müəllimlər var, YouTube-dan baxıb öyrənir. Nə gözəl, qavraması, anlaması, bazası yüksək səviyyədədir, özü baxıb öyrənir. Onlara da uğurlar diləyirik. Lakin kurikulumdan, metodikadan zəifliyi olan müəllimlər, nitqində müəyyən problemləri olan müəllimlər, şifahi olaraq nitqini ifadə edə bilməyən müəllimlər, həyəcanlı müəllimlər və digər xüsusiyyətlər var ki, həmin xüsusiyyətləri də daşıyan müəllimlərimiz var ki, müəyyən bir panik atak sahibi olan müəllimlər var və digər psixoloji problemlər yaşayan müəllimlərimiz var ki, qınamıram onları, illərdir çalışırlar, müəyyən bir həyəcanla, müəyyən bir sıxıntı ilə, streslə də qarşılaşırlar. Ona görə də vaxtında hazırlaşın ki, niyə də siz uğurlu nəticə əldə etməyəsiniz. Hər birinizə uğurlar arzulayıram. İzlədiyiniz üçün təşəkkür edirəm.